Relax, baby. Let the night take control. Mənzil 2 otaqdan 3 otağa çox gözəl düzəlib. 94 kvadrat, mərtəbədə 5. Əşyalar qalır trop. Mənzil tam əşyalı satılır. Tam əşyalı mənzil axtaran izləyicilərimiz, müştərilərimiz bu videonu sonradakı izləyin. Bura mənzilin zalıdır. Studiya mətbəxdir. Zalın daxilində mətbəxdə yığılıb. Hardasa 30 kvadrata yaxın ölçülərə sahib. Daxili hündürlüyü 3 metrdən artıqdır. Kondisioner, stul. Yəni videoda nə görürsünüz qalacaq. Elektron əşyalar, mebellər, bütün əşyalar qalır. Mətbəximizi də göstərək. Mətbəx mebelimiz yığılıb, qazı, aspiratoru hazır mənzil dostlar. Alıb yaşamaq da olar, alıb belə deyim, kirayə də vermək olar. Bu cür mənzillərin qiyməti 1000 manatdır. Bakıxanaq məsələsində. Teras parkda bu cür mənzillərin qiyməti 1000 manatdan aşağı deyil. Bura mənzilin xol hissəsi dostlar. İsti polla təmin olunub. Qapıdan giriş hissəmizdir. Görürsünüz, daxili hündürlüyü də dediyim kimi 3 metrdən artıqdır. Sanuzeli sanitar qovşağımız mövcud. Yəni göstərək hazır vəziyyətdə. Bütün aksesuarları quraşdırılıb. Evin təmiri dostlar görürsünüz, yəni ağ rənglərə üstünlük verilir. Ağ boylar, ağ qapılar, yəni müasir təmirdir. Xoşa gələn təmirdir. Laminat ağ, gördüyünüz kimi ağ boylar ağ. Mebellər hamısı qalacaq. Bura valideyn yataq otağı. Böyük kvadratda yataq otağımız var. 25-30 kvadrat arası ölçülərə sahib olan yataq otağımız var. Çox gözəl təmir işləri görülüb dostlar. Yataq otağının daxilindən də eyvana çıxışımız var. Eyvanımız birbaşa mərkəzi terasa baxır. Yəni operatorumuz göstərsin. Birbaşa mərkəzi terasa baxır. Neftçilər metro stansiyasına gedən yolun üstündədir binamız. Teras park yaşayış kompleksi. Kombi sistemi də eyvanda yığılıb. Qaz sayğacımız da eyvandadır. Mərtəbə gözəl, 5-ci mərtəbə kombisidir, qazıdır. Gördüyünüz kimi kondisioneri hamısı eyvanda yığılıb. 252 nömrəli məşlərin düz yanında mərkəzi teraslara baxışı var. Yəni yaxınlaş qardaş. Görürsünüz dostlar, çox gözəl mənzildə həqiqətən. Təmiri yüksək səviyyədə, şəxsi təmirdir. Hal-hazırda ev sahibi özü yaşayır, yəni şəxsi təmirli özü üçün düzəltdiyi evdir ev sahibinin. Allah xeyir versin, müəyyən səbəblərə görə satır. Burada mənzilimizin bir yataq otağı, uşaq yataq otağı. Mənzil 3 otağı həqiqətən çox gözəl düzəlib. Kvadrat da olduqca yaxşı, 94 kvadrat. Belə geniş bir otağımız var. Yəni zəhmət olmasa gəl qardaş. Və buradan digər tərəfdə göstərək, otağı tam ətraflı götür. Otağın kvadratı aradası 17-18 kvadrat belə geniş ölçülərə sahib olan uşaq yataq otağımız var. Dizaynı görürsünüz də dostlar, təmiri yüksək səviyyədə, hər bir əşyası da var. Alırsınız, köçürsünüz, yaşayırsınız. Bu mənzilin qiymətini nəhayət izləyicilərimiz üçün deyəcəm. Mənzilin qiyməti olduqca, belə deyim də, münasib qiymətli. İndiki bazar üçün, yəni teras parkda mənzil axtaran müştərilərimiz bilir, kvadratı neçədən satılıb, yəni bu vəziyyətdə olan mənzillərin qiyməti neçədir. Əlbəttə ki, hamısını izləyicilərimiz bilir. Bu mənzilin qiyməti indiki bazar üçün həqiqətən münasibdir. 265 min manatla bütün əşyaları ilə birlikdə satışa çıxıb, Allah xeyir versin dostlar. Əşyalar da olduqca yeni vəziyyətdədir. Belə deyim də, az işlənir, hər bir əşyası da var. 265 min manat, sənəd kupça, texpasport, mənzil ipotekiyada yarayıb, bütün sənədləri qaydasındadır. İnfrastrukturun tam mərkəzi, Aygün Mall Ticarət Mərkəzinin yanı, Bakıxanaq Ticarət Mərkəzinə də çox yaxın bir məsafədə yerləşir. Neftçilər metro stansiyasına var, dediyim kimi, marşrut xətti birbaşa binanın qarşısından keçir. Qiymət 265 min manatla satışa çıxıb. Real alıcı olarsa, ev sahibi tərəfdən cüzi indirim olunacaq. Yəni real alıcı ilə razılaşmaq mümkündür. Allah xeyir versin dostlar. Nömrəmiz səhifədə var. İstənilən vaxt zəng qurub əlaqə saxlaya bilərsiniz. Kanalımıza abunə olmağı, videolarımızı bəyənib izləməyi unutmayın. Sağ olun, var olun.